Salam əziz hörmətli izləyicilər, xoş gördük dəyərli Səngər TV-nin tamaşaçıları, əziz izləyicilər. Bu saat olan verilişimizdə Müdafiə Nazirliyinin polkovnik leytenantı Bəhruz Alışovun problemləri ilə bağlıdır və studiyamızın qonağıdır polkovnik leytenant Bəhruz Alışov. Hal-hazırda Müdafiə Nazirliyində işləyir. Məlumatınız var. Bir daha xatırladıram ki, Binəqədi rayonunun icra hakimiyyəti qanunsuz olaraq Bəhruz Alışovun əlində sənədi çıxarışı ola onun evini söküblər. Özü danışır, artıq milyonlar izləyir. Hələ ki, bəzi məmurlar susur, amma çox sevindirici haldır ki, bugün yaxşı xəbərlər var. Niyə? Ölkənin baş prokuroru Kamran Əliyev polkovnik leytenant Bəhruz Alışovu qəbul edib, deputatlar qəbul edib. Deputatlar qəbul edib, indi əziz dostlar, deputat qəbul edib, problemi dinləyir, müraciətini yazır. İndi hər halda deputatın əlində elə bir səlahiyyət yoxdur ki, Binəqədi rayon icra hakimiyyətinə təzyiq göstərsin. Əlində qanunlar var ki, bu qanunlara istinad edib təzyiq edə bilər. Yəni, qanun baxımından. Yəqin ki, özü danışacaq, yoldaş polkovnik leytenant özü danışacaq. Sizdən xahişimiz olur ki, əziz dostlar, bəyənin, paylaşın, rəy və təkliflərinizi yazın və cənab polkovnik leytenanta dəstək olalım. Sualları olan da yazsın, artıq dəb halını alıb, icra hakimiyyətləri tərəfindən evlərin sökülməsi və məktublar var, əziz dostlar. Mən sizə sübut edəcəm ki, Azərbaycanda bəzi dövlət qurumları necə çirkin formada cavab məktubları yazırlar, özlərini rüsva edirlər, rüsva edici cavab məktubları gəlib, bunlar nə yeyirlər, nə içirlər, hansı ağılla, hansı təfəkkürlə bu məktubları yazırlar. Qardaş, sənin məktubun dövlətin hansısa bir qurumun təmsil edir. Sənin nəslini, tayfanı təmsil eləmir. Buna öz başınalıqdır. Xoş gəlmişsiniz studiyamıza, yoldaş polkovnik leytenant. Buyurun və hörmətli izləyicilər, çox xahiş edirəm, paylaşın. Mən ilk növbədə sizə nəyi sual vermək istəyirəm? Sizi baş prokuror qəbul edib, deputatlar qəbul edib, sizə məktublar gəlib, dövlət qurumları tərəfindən özlərini rüsva edən məktublar, hamısını danışacağıq. Mütləq. Elə ilk növbədə baş prokuror sizi qəbul etdi, onunla bağlı xahiş edirəm, cavablandırın. Və yeri gəlmişkən, mən buradan təşəkkür edirəm baş prokurora ki, zabiti qəbul edib. Amma bir 15 gün, 20 gün biz sizə məlumat verə biləcəyik ki, baş prokuror kömək edə bilibmi, bilməyibmi, yoxsa Binəqədi rayon icra hakimiyyəti o qədər özünü güclü hesab edir ki, baş prokurorun da gücü çatmır. Buyurun. Və təşəkkür edirik. Baş prokuror Kamran Əliyev zabiti qəbul edib, təşəkkürümüzü bildirdik. Görək, sizi necə qəbul etdi və nə dedi sizə? Buyurun. Mən də tamaşaçılarımızı salamlayıram. Sağ olsunlar, bizi izləyirlər və mən bu xalqımdan çox böyük dəstək görürəm. Hamısı həqiqətən də, mən bütün şərhləri oxuyuram, Aqib müəllim. İnanın ki, bu, necə deyirlər, cəmaatın dəstəyi və cəmaatın mənə ötürdüyü, bu millətimin, xalqımın mənə ötürdüyü məlumatları mən üst-üstə gətirirəm. Demək olar ki, bütün səhifələrdə buradan götürüb indi hər kəs paylaşır canlı efirlərdə. Çox böyük dəstək verirlər, sağ olsunlar, mən xalqıma təşəkkür edirəm. Buyurun. Hər kanalın, hər verilişin öz dinləyiciləri, öz kütləsi var. Hamıda aşağı-yuxarı eyni suallar verirlər. Sağ olsunlar, hər kəs məni dəstəkləyir. Birinci, qanunu dəstəkləmək lazımdır və mənim məsələm, hər zaman demişəm, mənim şəxsi məsələmdir. Heç bir siyasi bir
motiv yoxdur. Mənim Binəqədi rayon icra hakimiyyəti ilə və xüsusən birinci müavin Hacı Baba müəllimlə mənim necə deyirlər, haqq davamdır, haqq qanunlara istinad edərək mən bunları fakt qarşısında qoyuram ki, bu məsələ qanuna müvafiq tənzimlənsin. Çox sivil qaydada qanunlara müvafiq biz öz mübarizəmizi aparırıq. Kamran müəllimlə bağlı sağ olsun cənab baş prokuror qəbul elədi, bir zabit olaraq xüsusi diqqət göstərdi, hörmətlə qarşıladı. Məsələnin bütün detalları Kamran müəllimdə var idi, amma yenə də məndən bir eşitmək istədi. Mən də olduğu kimi olanları dedim, məruzəmi elədim və cavabını gözləyirəm. Məsələni nəzarətə götürəcəyini yerindəcə tapşırıq verdi ki, nəzarətimdədir mənim, məsələyə obyektiv qiymət veriləcəyini söylədi mənə Kamran müəllim. Və mən də cavabını gözləyirəm bir, indi bizim qanunvericiliyimizdə... Yəni, şəxsən özü sizi qəbul elədi? Bəli, şəxsən özü qəbul elədi. Yəni, sual, cavab, orada yəqin ki, məhfili yoxdur. Qoy cəmaət da bilsin, insanlar da bilsin ki, sizə nə suallar verdi, yəni sizin haqlı olduğunuzu təsdiq edən sənədlərinizi, çıxarışı təqdim etdinizmi? Bəli, hamısını təqdim elədim. Kamran müəllimə baxdı, cənab baş prokuror. Şəhər prokurorluğuna dedi, məlumat vermisənmi? Deyirəm, bəli, vermişəm. Məhkəmə predmentidirmi? Yəni, mən Binəqədi rayon prokurorluğunun qərarından baş prokurorluğa mən şikayət elədim. Şəhər prokurorluğuna şikayət edirəm, amma məhkəməyə vermədim prokurorun. Çünki məhkəmələrdən mən o qədər başım çəkib ki, illərlə uzanır. Bir məsələdə ki, bir qanun vericimizdə, məhkəmədədirsə iş, biz buna baxmırıq. Hətta Kamran mənə sual verdi ki, iş məhkəmədədir, bəlkə onunla bağlı. Mən dedim ki, xeyr, məhkəmədə deyil. Amma mən birinci instansiya məhkəməsini qalib gələndə Binəqədi rayon icra hakimiyyəti, bax bu mənim verdiyim məlumat prokurorluq orqanlarına çox köməklik göstərəcək. Binəqədi rayon icra hakimiyyəti məni götürdü, verdi apellyasiya. Mən işimi yenə də saxlamışım, çünki mən qəbul, yəni birinci instansiyanı qalib gəldikdən sonra mən getdim hasarımı tikmək üçün. Çünki da indi məhkəmələrimiz var, bizim qanun var. Mən gedib hasarımı tikəndə Binəqədi rayon icra hakimiyyəti gəldi, hasarı dağıtdı, hasarı söktü. Baxmayaraq ki, bunu verdilər, iş məhkəmədədir, onlar mənə apellyasiya verib. Apellyasiyada ola bunlar bu qanunsuzluqları elədilər. Baxın, iş məhkəmədədirsə, məhkəmə predmenti olan işə heç kəs yaxın getməməli. Bu adamlar gəldilər, vurub söküb dağıtdılar. Və heç bir təhlükəsizlik qaydalarına riayət etmədən bunu da öz məktubları ilə ifşa elədilər. Mən bu məktublara toxunacağam. Yəni, suallar ardıcıl olsun, hörmətli tamaşaçılarımızda da fikir ayrılıqları olmasın deyə ardıcıl mən hər bir şeyə toxunacağam. Hətta mən Baku TV-yə Binəqədi rayon icra hakimiyyəti Hacı Baba müəllimin imzası ilə göndərilmiş cavaba mən toxunacağam. Çox qarma-qarışıq bir cavab göndərib ora. Vətəndaşa hüquqları izah edildi. Mən sizə hüquqlarınızı izah eləyirəm. Mənim savadım yerindədir. Siz mənə nə hüquqlarımı izah eləyəcəksiniz? 80-ci maddəyə uyğun zaten mən bu planı təsdiqlətdirmişəm və çıxarışımı vahid pəncərə sistemi ilə mən sistemə yüklətdirmişəm. Siz yenə də 80-ci maddənin filan bəndin deyib cəmaatı niyə? Bizim də millət sağ olsun, çoxu gedib oxumur, elə bilirlər ki, günahkar bizik. Və ya baş planı gətirirsiniz dəfələrlə. Baş planı mən sizə izahatını verdim. Siz üzr istəyirəm, kör tutduğunu buraxmayan kimi baş plan 80-ci maddə deyib, maddələrlə cəmaatı niyə məşğul edirsiniz? Fikir ayrılığı yaradırsınız. Sizin elə göndərdiyiniz mənə hələ məktubunuzu mən oxuyuram. Mən buradan bir şeylər çıxarda bilmirəm. Binəqədi rayon icra hakimiyyəti. Bəli, Binəqədi rayon icra hakimiyyəti həmin suallara Hacı Baba müəllim. İzləyicilər, çox xahiş edirəm, bəyənin, paylaşın, zabitimizə dəstək olalım və yenə də baş prokurora şəxsən Səngər TV adından mən təşəkkür etmək istəyirəm ki, zabiti qəbul edib. Yəni bu
ölkənin baş prokurorunun Azərbaycanın silahlı qüvvələrinə, bir zabitinə, müharibə veteranına olan diqqətidir. Bunu alqışlamaq lazımdır. Və yəqin ki, hörmətli baş prokurorun gələcəkdə hansı addım atması ilə də bağlı əlavə məlumat veriləcək. Yəni, bu barədə biz məlumat verəcəyik. Daha sonra elə keçirik Binəqədi rayon icra hakimiyyəti ilə bağlı sizə cavab məktubları gəlib. Bəli. Bəlkə Fövqəladə Hallar Nazirliyinin məktubun deyək sonra keçək, yoxsa necə, hansı istəyir? Elə onsuz qarşılıqlıdır bu məktublar. Baxın, hörmətli tamaşaçılar, mən bu günə qədər nə tamaşaçılarıma çatdırıramsa, mənim hər kəs səmimiyyətimi də bilir, elin gözü tərəzidir. İnsana baxan kimi də bilirlər ki, kim yalan danışır, kim düz danışır. Bunlar artıq mən bunların öz məktublarını təhlil eləyərək bunların günahkar olduqlarını sübut eləyirəm mən. Misal üçün, Fövqəladə Hallar Nazirliyi birbaşa bax, əgər hər hansı bir tikili sökülürsə, bax bunu tamaşaçılarımız da bilsin, bəzən qarışdırırlar, mütləq və mütləq tikintiyə nəzarət bir agentliyi var, tikintiyə. Fövqəladə Hallar Nazirliyinin nəzdində kimin qərarı olur olsun, o şəxslərdən başqa kimsə sökə bilməz. Mümkün deyil. Məhkəmənin qərarı olsa belə, yenə də gəlir, birinci vətəndaşın özünə deyirlər ki, get sök onu, bax, birinci özünə. Bu bələdiyyə sənəti ilə də olsa, çıxarışla da olsa bu cürdür. Birinci vətəndaş özü gedib sökməlidir. Yox, vətəndaş öz hesabına sökmürsə, yenə də nə icra, nə də ki, Dövlət Şəhər Salma Komitəsi bu söküntüdə iştirak edə bilməz. Olmalıdır Fövqəladə Hallar Nazirliyi və bu nazirlikdə akt tuturlar, təhlükəsizlik tədbirləri görülür orada mütləq. Ondan sonra söküntü işləri aparılır. Yəni bu bizdə qanunvericilik bunu təbliğ edir. Yəni bu olmalıdır. Qutardı getdi. Bunun ikinci bir adı ola bilməz. Amma bizim çox hörmətli Binəqədi rayon icra hakimiyyəti həm məktublar da aşağı yuxarı kopyalayıb göndərirlər. Ctrl-P gəldi. Budur, dəyişikliklər yoxdur. Orada mən baxdım məktublara, bunlar özlərini rüsva edirlər. Dostlar, çox xahiş edirəm, bəyənin, paylaşın, ötürün bir-birinizə, zabitimizə dəstək olağın. Zabitimizə yox, qanunlara dəstək olağın. Yəni biz əgər bunun hüquqları müdafiə edə bilsək, onlara dərs olacaq ki, belə qanun pozmaq olmaz. Söküntünün də öz yeri var. Sən gəl, bulduzerləri gətir ora, çırp zabitin evin təpəsinə, sök, belə olmaz. Qanun var, qayda var və Müdafiə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da orada qanun pozuntusu edibdir. Onu da mən vurğulayacağım. Və Fövqəladə Hallar Nazirliyinin məktublarına mən baxmışam. Hakimə bir cavab verirlər, icra hakimiyyətinə bir, vətəndaşa bir. Elə bir bunlar da Azərbaycan qanunlarına yox, o vəzifədə kim oturubsa, dədəsinin qanunları ilə oturub durur. Dədəsinin, nəslinin, tayfasının. Belə iş mi olur? Buna son qoymaq lazım. Fövqəladə Hallar Nazirliyinin cavab məktublarını xahiş edirəm, oxu və bildiyiniz kimi, yəni mən dostlar, sərt danışmıram. Çünki Müdafiə Nazirliyinin polkovnik leytenantı var, təkrar edirəm, xüsusi məsuliyyətdir bu, canlı yayımdadır. Hörmətlə yanaşıram, qanunlara, bütün nazirliklərə hörmətlə yanaşıram, səbirlə, təmkinlə. Paylaşın. Bizim heç bir, bax, mən ilk öncə bunu deyim, sadəcə qarşılıqlı əlaqəli olduğuna görə mən qurumların adını çəkirəm. Mənim bir davam var. O sizin haqqınızdır. Haqqınızdır. Bəli, öz haqqımı müdafiə eləmək üçün çıxmışam mən bu efirlərə. Haqq davamdayam və Binəqədi rayon icra hakimiyyəti iləndir mənim məsələm. Sadəcə həmin o Binəqədi rayon icra hakimiyyəti öz məktublarında bu çirkin oyunlarına digər qurumları qatıb. Mən bunu sizə tam səmimiyyətimlə deyirəm, mən bunu isbatımla deyirəm.
mən bir qurum olaraq, bax, məsəl üçün prokurorluq orqanında niyə görə prokuror müstəqil hərəkət edən bir qurumdur? Biz hər bir qanun pozuntusunu prokurorluğa deyirik. Siz prokurorluğu da bu çirkin oyunlarınıza atmışsınız və prokuror da Binəqədi rayon prokurorluğu da bir mənalı qərar çıxardı. Məsələn, mən niyə Binəqədi rayon prokurorluğuna şikayət edirəm? Binəqədi rayon icra hakimiyyətinin əleyhinə bir qərar çıxardı. Əleyhinə lazım deyil, qanuna müvafiq. Mən orada faktlar qoydum, mən orada avtomobil nömrələri, mən şəxslərin şəkillərini kameramdan çıxartdım. Baxmayaraq ki, kameranı vurub sındırmışdılar. Vətəndaşlar orada video çəkib mənə göndərdilər. Hətta bir vətəndaş, Aqil müəllim, İnanırsan sutkalarla orada gözləyirmişim mənə ki, mənə video materiallar göndərdi. Dedi ki, qardaş, sizsiz bura yiyəsi. Biraz da soruşdu oradan buradan. Dedi, hə, indi bildim ki, sizsiz. Mənə nə qədər videolar göndərdi. Mən o videoları prokurorluğa təqdim elədim. Yolda keçən vətəndaşlar qonşuların belə kameralarını söndürtdürmüşdülər. Mən bunların hamısını rəhbərliyim çağıranda əməliyyat qruplarda heç işidə qarşı belə əməliyyat olunur. Utanıb xəcalət çəkirsiniz. Vallah, utanın. İnanın ki, mən disk şəklində bunları eləmişəm. Polkovnika qarşı belə ədalətsizlik olar. Siz düşmən mövqedə durursunuz, qeyri-qanuni cəmaatın evini sökür. Qonşular artıq qorxurdu. Mən orada gedim nəsə deyəndə ki, bəs qonşu kamerasından baxım, deyir, yox, olmaz. Baxın, yox, mən indi qonşudur, nəysə, vətəndaşdır. Ümumiyyətlə, bizim millətimiz qorxaq millətdir. Fövqəladə Hallar Nazirliyinin cavabına baxın. Deməli, hakimə göndərdiyi bir cavabdır və fərq eləməz, bizə də göndərdiyi aşağı yuxarı. Deməli, qısaca mən oxuyacağam ki, əvvəl ehtiyacdır. Bildiririk ki, agentliyin 08-12-2025-ci filan nömrəli məktubunda qeyd olunan söküntü şifahi olaraq əldə edilmiş məlumata əsasən, şifahi olaraq əldə edilmiş məlumat, bu nə deməkdir dövlət qurumlarında, mən bilmirəm. Yerli icra hakimiyyət orqanı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılmışdır. Fövqəladə Hallar Nazirliyi bunu çox hörmətli hakimə göndərir, bunu ki, biz eləmişik bunu. Yəni, şifahi məlumat olub ki, həm yerli icra hakimiyyəti, yəni Binəqədi rayon icra hakimiyyəti, bir də Dövlət Şəhərsalma İdarəsi. Söküntü işləri aparması ilə bağlı hansı ki, birbaşa nəzarət edən Fövqəladə Hallar Naziridir. O da deyir ki, mənim xəbərim yoxdur. Söküntü işlərinin aparılması ilə bağlı agentlik tərəfindən hər hansı bir qərar qəbul edilməmiş və agentlik iştirakı ilə həyata keçirilməmişdir. Bu da agentlik. Halbuki az öncə dedim, söküntü işlərini Azərbaycan Respublikasında bu şəxslərdən, bu qurumdan başqa kimsə apara bilməz. Bu da deyir ki, mən eləməmişəm. Fövqəladə Hallar Nazirliyinin məktubudur. İmza hörmətli agentliyin rəis müavini Zemfira Rızayeva. Bu da rəsmi. Qərar qəbul edilmir və agentlik iştirakı həyata keçirilməmişdir. Nədir o, əməkdaşlarınız günəmuz işləyirdi, gedib orada qeyri-qanuni söküntü iş yaparır. Və buradan Aqil müəllim üzr istəyirəm. Fövqəladə Hallar Nazirliyi. Üzr istəyirəm Aqil müəllim. Tural Məlikova göndərib hakim. Bəli. İnzibati Məhkəməsinin hakimi Bakı. Baxın, bu məktub, hörmətli tamaşaçılar, bax, bu fövqəladanın məktubu açıq-aşkar göstərir ki, bizim bu söküntü ilə əlaqəmiz yoxdur. Agentlikdə belə bir qərar yoxdur. Bəs bunu onda kim söküb? Bax, bu qurumu çıxdıq. Çox hörmətli prokurorluq. Demək ki, bunu icra hakimiyyəti söküb. Binəqədi rayon icra hakimiyyəti və xüsusən rəhbərlik edən birinci mavin Hacı Baba Babayev. Çünki tikintiyə birbaşa birinci mavin baxır. Və birinci mavindən bilirsiniz nə qədər şikayət gəlir. O 5 şöbə var o şöbənin. Şöbənin 5-ini də idarə edən birinci mavindir. Mən bununla toxunmuram, rəhbərliyimi gözləyirəm. Bu vəzifəni avans veriblər ki, gələcəkdə mer olmaq istəyir. Bir müavin ki, Bakı merinin qanununa əhəmiyyət verməyə 80-ci maddə geyində, 80-ci maddə düşür yadıma. 80-ci maddəyə uyğun elə mən hər bir şey eləmişəm. Bu məsələnin bir tərəfi ki, yəni burada Binəqədi rayon icra hakimiyyəti
Fövqəladə Hallar Nazirliyi də deyir ki, nə olsun siz məktub göndərmisiniz. Burada indi sizin də məktubunuzu oxuyacağım ki, siz Fövqəladə Hallar Nazirliyinə məktub göndərmisiniz. Görürsən ki, bu deyəcək qəbul etmirəm. Fövqəladə Hallar Nazirliyi 2 məktubdur, 2 cavab verib. Bəli, Obursu cavab da buradadır. Obursu cavabda da göndərib Dövlət Arxitektura Komitəsinə ki, bəli, biz orada iştirak etmişik. Yəni, bir-birinə tərs mütənasibdir. Bunları qoyuram kənara. Mən keçirəm Binəqədi rayon icra hakimiyyətinin və Hacıbaba Babayevin imzaladığı məktuba. Baxın, Hacıbaba Babayev 2 oktyabr 2025-ci il tarixli filan nömrəli məktubu ilə özlərini ifşa edir ki, biz qanuna müvafiq olmadan, zaten bunu qabaqdan dedim ki, Fövqəladə Hallar sökəcək. Biz deyir bunu sökmüşük. Yəni mən sual verirəm burada prokurorluğa, Binəqədi rayon prokurorluğuna. Sizin bu məktubdan xəbəriniz yoxdur. Sizin bu məktubdan xəbəriniz olmasa da mən bunu sizə sübutlarla demişdim. Bu adam siz deyirsiniz ki, yoxdur, amma bu adam özü, Hacıbaba müəllim özü deyir ki, mən sökmüşəm. Mən yalan demirəm ha, mən burada sizin tarixini deyirəm, məktubun nömrəsini indi saxlamışam. Əlimdədir mənim bu. İndi şükür Allaha elektron sistemdə, hara girsiniz görsədir, məhkəmə sisteminə də girsiniz, bunu görəcəksiniz siz. İndi mən bu məktubu qısa xülasəsinə keçəcəm. Aha. Və deyin, oxuyun məktubu, izah verin, dərs deyin bunlara. Bəli, cümlə. Amma mənə deyirlər ki, bizi qanunlarını izah elədik zabitə. Siz mənə Bakı TV verdiyi müsahibəni deyirəm, mən ona toxunacağım. Siz mənə hələ bu günə qədər nəyisə sübut eləmədiniz, nəyisə izah eləmədiniz. Mən 2 ildir dövlətçiliyimə qısılaraq, baxmayaraq zərər çəkən şəxs mənəm, amma mən 2 ildir və mənim rəhbərliyimlə bərabər, çünki biz dövlətə xidmət edirik, dövləti qoruma peşəsi var, bizim öhdəliyimiz var. Biz dövlət qurumlarını bu cür ifşa etməyək deyə bizim rəhbərlik də sizə məktub göndərir. Mən bundan ayrıca danışacağam. Ziyan çəkən mənəm, dövlətimi sevən mənəm, amma siz dövlətlə bu hökumətin nümayəndələri dövlətə sevgini bəzi vətəndaşlarda azaltmağa gətirib çıxarır. Siz mənim iradəmi qıra bilmirsiniz, vətənə olan sevgimi qıra bilməzsiniz də. Çünki mənim 17 yaşından dövlət atributların içərisində dövlətimə, millətimə sədaqəti öyrədiblər. Mən bundan başqa heç bir şey bilmirəm və bunun da bariz nümunəsi bugünkü günə qədər 2 ildir səbirlə, mal, mülk gözümdə olmadan dövlət mənafeyini qorudum ki, bizə digər qüvvələr də baxar və bundan əllərində bir, necə deyərlər, bayraq kimi istifadə etməsinlər. Amma siz Binəqədi rayon icra hakimiyyəti və 1-ci müavin Hacıbaba müəllim, siz bu dövlətin mənafeyini qorumadınız. Hamı narazıdır. Siz şərhlərə niyə girib oxumursunuz? Və mən çox sevinirəm ki, və mən elə buradan da deyirəm ki, mən elə sizə qalib gəlmişəm Hacıbaba müəllim. Çünki mən vətəndaşlarımın sevgisini qazanmışam. Vətəndaşlar öz hərbiçisini necə sevdiyini bir daha sübut elədilər. Və mən hərbiçiyəm deyə bunu eləməliyəm də bir şey yoxdur. Mən hər zaman demişəm, mənim boynum qıldan incədir qanunlar qarşısında. Mən qanunlardan danışıramsa, mən özüm qanunları poza bilmərəm. Birinci, mən özüm o qanunlara riayət edəcəm. Ondan sonra siz və mən addım-addım bütün qanunlara riayət elədim. Amma siz həmin o hasarı sökməklə qanunları pozdunuz. Bunun sübutlarını gətirirəm. Məktuba keçirəm. Binəqədi rayon icra hakimiyyətinin dövlət şəhər salmaya göndərdiyi məktubu oxuyuram, hörmətli tamaşaçılarım. Məsələ ilə əlaqədar bildiririk ki, dövlət şəhər salmadan məktub göndəriblər. Binəqədi rayon, Binəqədi qəsəbəsi Coradil bağ masivi 285D bağ sahəsində vətəndaş Alışov Bəhruz Ağabəyoğlu tərəfindən mülkiyyətində olan torpaq sahəsində heç bir hüququ müəyyən edici, yəni tikintiyə icazə və təsdiq olunmuş layihəyə müvafiq icazə sənədləri tətbiq olunmadan, baxın, buna mən qısaca izah verim. Necə mənim icazə olmamalıdır? Necə mənim icazəm olmamalıdır? Mənə bunu deyin görüm. Necə mənim icazəm yoxdur? Baxın.
çıxarışım və təsdiq olunmuş layihəm, hörmətli tamaşaçılar, təsdiq olunmuş layihəm. Bu necə ola bilər? Mən necə yalan danışa bilərəm? Sizin gəldiyiniz o həmən o imtina mənə aidiyyəti yoxdur. Siz desəydiniz ki, layihənizdə problem var. Bəli, o mənim günahım idi. Mənim üzr istəyirəm, canım çıxacaqdı, mən bunu düzəltdirəcəkdim. Siz mənə bundan irad tutmadınız. Siz mənim çıxarışımdan irad tutmadınız. Deyirsiniz, çıxarışı mənə Dövlət Əmlak Komitəsi verib. Əmlak Komitəsi bilmirmi nə verir? Yoxsa siz demək istəyirsiniz ki, Əmlak Komitəsinin o qədər savadı çatmırmı? Dəfələrlə mənə yazılı məktub göndərib ki, qardaş deyir, sizin torpağınız yaşayış məntəqəsidir. Siz nə istəyirsiniz? Deyirəm, qardaş, mən heç nə istəmirəm. Binəqədi rayon icra hakimiyyəti deyir ki, baş plan var. Deyirəm, baş nazirin baş planı hər iki qurum baş nazirə tabidir. Əgər o gəlsəydi, sizə də gəlir, Binəqədi rayon icra hakimiyyətlərinə də gelir, ümumiyyətlə icra hakimiyyətlərinə. Necə olur? Deyir, bəli, elə sizin elə yaşayış məntəqəsi baş planda uyğundur. Və baş planı da mən sizlərə, hörmətli tamaşaçılar, keçən verişdə dedim, mən qısa xülasədə keçirəm. 65-ci və 148-ci səhifəsində baş planda Coradel qəsəbəsi yaşayış məntəqəsi kimi inkişaf etdirilməlidir. Baş planda. Və ikinci dəfə də adı çəkilib ki, Novxanı ilə hansısa bir qovşaq var. Mən baş planı əzbər bilirəm. Baş planı mən oxudum, təhlil elədim, mən onu əzbər bilirəm, harada nə olacaq. Və siz bilmirsiniz Binəqədi rayon icra hakimiyyəti. Siz də bilirsiniz. Sadəcə siz sərf eləmədiyinə görə icra eləmirsiniz. Amma mən bu qanunlara sığınaraq sizə sübut eləyəcəm ki, qanun şahdır. Bunu 100% sizə sübut eləyəcəm. Və hər zaman mən cənab Ali Baş Komandandan kömək istəmişəm. Mənim